ərin haqqıdır. İstənilən vaxt o haqqından belə deyə istifadə edə bilər. Onun haqqıdır. İndi o nədir? Onu inşallah oxuyarıq. Buyurur, haqqu zovc ələ zovcə, ərin xanımı üzərində olan haqqı və huva, o nədir? Ən tuməkkinahu min nəfsiha. Buyurur ki, xanım özünü gərək ərinə təslim eləsin. Əri üçün imkan yaratsın, onun üçün mümkün etsin. Yəni, öz nəfsini, özünü ona təslim eləsin. Bu, kişinin haqqıdır. Yəni, xanım bu cür etməlidir. Özünü tamamilə ərinə təslim etməlidir. Nə üçün? Lil müqaribə və qeyriha minəl istimtaati sabitə ləhbi muqtəzəl əqd fi əyyi vaxtin şaə. Buyurur ki,